Choose the correct variant. Düzgün variantı seçin. Amy goes to camp on. Amy hansı günlər kampa gedir? Dinləmə mətnində deyilir. On Tuesday I go to camp. Tuesday, ikinci gün. C variantı doğru cevaptır. Complete the sentence. Cümləni tamamlayın. On Sunday Amy goes to. Dinləmə mətnində deyilir. On Sunday I go to Kim's house. Bazar günü mən kimin evinə gedirəm? A variantı doğru cavabdır. Choose the correct answer. Düzgün cevabı seçin. How many kittens does Kim's cat have? Mətndə deyilir. Cat has 7 kittens. Pişiyin 7 balası var. C variantı doğru cevaptır. Choose the correct question. Düzgün sualı seçin. It's Monday. Birinci gündür. Necə sual verərik? Bugün hansı gündür? Bu sualı necə qurarıq dostlar? What day is it? What day is it? Bugün hansı gündür? B variantı doğru cevaptır. Choose the correct answer. Düzgün cevabı seçin. What's your favorite day? Sənin sevimli günün hansıdır? Cevablara baxaq. Adı yazıb. My favorite day is fine. Mənim sevimli günüm yaxşıdır. Bu bizim sualımızın cevabı değil. My favorite day is hot dogs. Mənim sevimli günüm hot doglardır. Hot dog gün değil, düzdür dostlar? Bu da doğru cevap olmaz. My favorite day is Sunday. Mənim sevimli günüm bazar günüdür. C variantı doğru cevap oldu. Choose the correct variant. Düzgün variantı seçin. How do you spell it? Necə hərfləyirsiniz? Project sözündən gedir söhbət, düzdür? Dostlar, düzgün hərfləmə C variantında verilib. P-R-O-J-E-C-T. B variantında görürsünüz Y yazılıb. Y yox, C olmalıydı. Və K yox, C olmalıydı. A'da da yine K yox, C olmalıydı. Ona görə də doğru cavab C variantındadır. What's next? Növbəti hansıdır? Tuesday, Wednesday. Tuesday ikinci gündür. Wednesday üçüncü. Növbəti dördüncü gün gəlməlidir, düzdür? Dördüncü gün Thursday olaraq deyilər. A variantı. Friday beşinci gündür. Saturday isə altıncı gündür. Cavabımız olacaq A variantında. Choose the correct word. Düzgün sözü seçin. Let's a bean plant in a cup. Bean plant lobya bitkisi deməkdir, düzdür dostlar? Stəkanda lobya bitkisini əkə bilərik, düzdür? Let's grow a bean plant. Tell demək, danışmaq, say də eyni şəkildə demək, danışmaq mənasındadır. Bu məntiqi olaraq uyğun gəlmir. Ona görə də cavabımız B variantında olacaq. Choose the correct picture. Düzgün şəkli seçin. It's a carrot. Carrot yer kökü deməkdir. B variantı doğru cavabdır. A variantında pizza görürük. C'de isə apple. Cavabımız oldu B variantında. Complete the dialogue. Diyalogu tamamlayın. How are you? Necəsən? I'm fine. Mən yaxşıyam. Thanks. Təşəkkür edirəm. İndi demək istəyir ki, Iggy də yaxşıdır. Mən yaxşıyam cümləsində görürsünüz. To be'nin forması istifadə olunub. Sual cümləsində də yenə fe'l kimi to be'nin forması istifadə olunub. Deməli, Iggy-də does istifadə eləmərəm. Çünki does, do, does yox. To be'nin formasını istifadə eləməliyəm. Yəni, ya is istifadə eləməliyəm, ya are. Iggy adam adıdır. Bir nəfər, bir şəxsi göstərir. Yəni, təkdədir. Ona görə də are yox, is olar qrammatik olaraq. A variantı doğru cavabdır.